Salam değerli dostlar. Bugün iki mövzu ilə əlaqədar fikirlərimi sizinlə bölüşəcəm. Birincisi casusluq debatlarıdır ölkə mətbuatında son günlər aparılan və xüsusilə də bir Fransa vətəndaşının deməli Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi və məhkəmədə də artıq etiraf etməyə başladığı casusluq fəaliyyətləridir. İkinci mövzu isə həddindən artıq ağırlı və başqa bir həssas məsələdir. Xaricdəki bir qism radikal mövqedən çıxış edən Azərbaycanlıların Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədadır. Əvvəlcə birinci mövzu ilə başlayaq. Casusluq fəaliyyəti günümüzün reallığıdır. Tarixən də bu belə olub və sənayeləşmiş cəmiyyətlərin xüsusilə də meydana gəlməsindən sonra, dövlətlər yarandıqdan sonra və siyasi sərhədlər tam dəqiqləşdikdən sonra nisbi mənada dövlətlər arası mübarizə və savaş, başqa sözlə geopolitik mücadilələr casusluq fəaliyyətlərinə start verib. Hər dövlət üçün bu legitim hesab olunur. Çünki 15-ci əsr siyasi mütəfəkkirlərindən, siyasət sahəsində mütəfəkkirlərdən, yazarlardan biri Machiavelli də deyir ki, məqsəd vasitələrə bəraət qazandırır. Azərbaycan Respublikasının yerləşdiyi coğrafi şərait, onun resursları, potensialı və sair bir çox faktorlar bizim ölkəni müstəqilliyin əldə olunduğu 90-cı illərdən əvvəllərindən etibarən ayrı-ayrı dövlətlərin və beynəlxalq güclərin maraq obyektinə çevirib. Biz bunu reallıq kimi qəbul etməliyik. Çünki bu bir görünən gerçəklikdir. Və Fransaya gəldikdə bu ölkə artıq 17-18-ci əsrlərdən etibarən dünyada dominant və hökmran mövqeyə iddialı güclərdən biridir. Bunun üçün daim çalışıb və əlindən gələni edib. Bəzən əlindən gəlməyəni də edib. Son dönəmlərdəki kimi. Məsələn, Azərbaycan Respublikasının ərazisinə deyək ki, casus göndərilib yaxalanması bu casusun. Mən özüm deməli Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşı olduğum zamanlarda açıq adla, tam açıq adla dəfələrlə Avropa Şurasında və Interpolda keçirilən tədbirlərdə iştirak eləmişəm. Fransanın bizə qarşı bu tədbirlərdə də görürdüm ki, ümumiyyətlə bir ön yargılı münasibəti var. Hər zaman belə olub və mən bunu hər zaman qayıdan zaman məruzələrdə də qeyd eləmişəm ki, bizə qarşı fransızların müəyyən sanki antipatiyası var. Bu açıq sezilir. Və fransız vətəndaşının Azərbaycan Respublikası ərazisində hansısa casusluq fəaliyyətlərinə start verməsi, bir şəbəkə yaratması, texniki qurğulardan, vasitələrdən istifadə etməsi bu baxımdan mənim üçün belə desək o qədər də təcrübə deyil. Çünki mən praktikada adamların təbii ki, mən bütün Fransa əhalisini nəzərdə tutmuram, amma bir politik kəsim var ki, bizə qarşı münasibətləri negativdir. Mən bunu öz təcrübəmdə dəfələrlə görmüşəm.
Yadınıza maraqlı bir hekayəni salmaq istəyirəm. 19-cu əsrin dahi maarifçilərindən, yəni bilirsiniz 18-19-cu əsrdə Azərbaycan xalqı çox dahi mütəfəkkirlər yetişdirib, onlardan da biri o indi yazarsız kommentlərdə kimdir müəllif? Monsieur Jordan və Dərviş Məstəli Şah. O Dərviş Parisi partladır əsərinin müəllifi. Mən hesab edirəm ki, elə o dövrdə də, 19-cu əsrdə də falanda da, o Fransa burjua inqilabının baş verdiyi dövrdə də bu Monsieur Jordan Qafqaza sadəcə dərman bitkilərini araşdırmağa gəlməmişdi. İndi ehtimal olaraq deyirik. Çünki dərman bitkiləri dünyanın hər yerində var və o dövrdə də Fransa kolonial dövlətdir və onun nəzarətindəki ölkələrdə kifayət qədər zəngin təbii ehtiyatlara, resurslara, bitkilərə, otlara malik ölkələr çoxdur. Bilirik ki, o dövrdə deyək geopolitik ziddiyyətlər yenə də gərgin idi. Və böyük ehtimalla Monsieur Jordan o dövrdə də niyəsə başqa məqsədlərlə də gəlmişdi. Məsələn, Qafqaz əhalisini öyrənsin, onun etnik tərkibini, dilini, zəif cəhətlərini, harda bu əhalini deyək bir-birinə qarşı tutaq, məsəl üçün deyək salmaq olar, harda nə etmək olar. Və indi o Fransada baş verən inqilab bu Monsieur Jordanın vaxtından əvvəl tərk etməsini, Qafqaz Azərbaycanı tərk etməsinə gətirib çıxarır. Hətta o bir Azərbaycanlı da aparmaq istəyir, Fransada oxusun filan. Mən buna qarşı deyiləm, yəni adam gedib oxuya bilərdi. Çünki yaxşı yetişdirilmiş, tərbiyə görmüş, deyək, hazırlıqlı insanların xaricdə təhsil almasında heç bir problem yoxdur. Amma gənc və radikallığa meyilli. Radikallıq deyəndə mən təkcə dini radikallığı nəzərdə tutmuram. Dini radikallıq qədər təhlükəli başqa radikallıq növləri də var. Məsələn, liberal, demokratik dəyərlərə yönəlik radikallıq növü də var. Bu da elə dini radikallıq qədər təhlükəlidir. Monsieur Jordan olayını xatırlatdım sizə. Müqayisə edə bilərsiniz. Mən hesab edirəm ki, Azərbaycan xalqının yetişdirdiyi Axundovlar bugün də var və onlar bu müasir Monsieur Jordanın da deyək fəaliyyətini müəyyən qədər tarixiləşdirəcəklər. Ədəbi janrda, nəsr ya poeziya janrında. Artıq bu yazarın o müasir Axundovun qələmindən asılıdır. İkinci məqam Fransa ilə bağlı demək istədiklərim. İndi biz fransızları deyə bilmərik ki, niyə geopolitik maraqlarınız var, amma tam hüququmuz və səlahiyyətimiz var deyək ki, bizə qarşı sizin casusluq etməyə səlahiyyətiniz yoxdur. Necə ki, biz heç bir dövlətə qarşı məsələn casusluq eləmirik, casusluq fəaliyyəti aparmırıq. Mən bir vətəndaş olaraq bunu deyirəm təbii ki. Mənim gördüyüm, müşahidə elədiyim odur ki, Azərbaycan Respublikasının belə sətir altı, saman altı fəaliyyətləri yoxdur. Bizə xüsusilə də deyək ki, düşmən mövqeyində olan bəzi dövlətlər var, bunlar xaric. Və Fransa ilə bağlı iki məqamı daha diqqətinizə çatdıracağım. Bu, Napoleon Bonaparte dönəmində Fransanı sanki daha da gücləndirmək istəyən Napoleon, indi belə bir bəhanə altında tələb edir oradakı Yəhudi icmasından ki, Grand Sanhedrin toplayın və bu, yəni bir toplantı, bir qədim Yəhudi məhkəmə sistemidir, məhkəmə orqanıdır Sanhedrin. Toplanırsınız orada və onlara 12 sual ünvanlayır ki, bu sualları cavablandırın. Siz qısa mahiyyətini deyirəm, çox vaxtınızı almayacağım. Bizimləsiz, yəni bizdən biri olacaqsınız ya da tərk edəcəksiniz.
Və təbii ki, Yəhudi icması orada məcbur olur güzəştlərə gedir, müəyyən qədər orada siyasi gedişlərə məcbursuz bunu etməyə, çünki əslində Yəhudi icması Fransa üçün o dönəmdə heç bir təhdid törətmirdi, heç bir problem də yaratmırdı. Məsələn, mən əminliklə deyirəm ki, Azərbaycanda nə Yəhudi icması, nə başqa heç kim kütləvi və sistemli şəkildə bu cür açıq təqibə və təhdidə heç vaxt məruz qalmır. İkinci məqamı deyəcəm, Fransada baş vermiş başqa bir hadisə və təəssüflər olsun ki, yenə də burada qurban olaraq Yəhudi millətinin nümayəndəsi seçilir. Dreyfus hadisəsini nəzərdə tuturam. Dreyfus hadisəsi nə ilə bağlıdır? Yenə o dönəmlərdə aşağı-yuxarı 18-19-cu əsrlərdə deməli təqribi çərçivəni deyirəm. Bilirsiniz, Avropada vəziyyət qarışıqdır, qəlizdir, müharibə qorxusu var, Avropa dövlətləri bir-birindən savaşır, güc, nüfuz müharibəsi, resurs müharibəsi gedir və bu dönəmdə Fransanın İtaliya, Almaniya və s. digər dövlətlərlə, o dövrdə Almaniya yoxdur, onun deyək, onun əvəzində mövcud olan Avstriya, Macaristan filan və demək, belə bir proses baş verir. Yəhudi əsilli bir Fransa ordusunun zabiti, bu əsilli nəcabətli adamdır və tacir ailəsindəndir, varlıdırlar. Amma o dövrdə zabit olmaq şərəfdir hər ölkədə və bu seçir zabit olur və Fransa ordusunun iki zabiti düşmənə casusluq eləyir, başqa Avropa dövlətlərinə. Çünki qumar oyunlarından məşğuldular. İndi ha vaxtsa düşüblər o şəraitə, məxfi oyunu deyək, əməkdaşlığa cəlb olunublar və bunlar özləri məlumat ötürürlər xarici qüvvələrə və buradan da kimi qurban verər? Bir Yəhudi seçirlər günah keçisi olaraq və onu şər atırlar, böhtan atırlar. Amma başqa bir fransız zabiti də uzun müddət araşdırır, görür ki, yox, elə məlumat sızması yenə davam edir. Bu adamı da, bu Yəhudini də yazığı min bir təhqirlə, əzab-əziyyətlə, məşəqqətlə tuturlar, sürgünə göndərirlər. İllərlə qalır o sürgündə. Amma sonunda bu araşdırmaların nəticəsində müəyyənləşdirilir ki, yox, sızmalar, informasiya ötürmələri yenə də var, casusluq fəaliyyəti hələ də davam edir və özdə bu casusları da qoruyanlar da var, çox yüksək rütbəli Fransa deyək, hakim dairələrində filanda müəyyən mövqelər tutan adamlar var, bunlar da onları qoruyurlar. Məsələn, mətbuata ötürülür. Bir müsibət məşəqqətlə məşhur Emil Zolayanın Jakuz adlı bir məqaləsi də var. Yəni, mən ittiham edirəm deməkdir. Bu məqalə də yazılır, yəni casuslar azadlıqda da, amma günahsız adam əziyyət çəkir babında bir şey. Ondan sonra bu adam, deyək, bir növ gec də olsa müəyyən qədər ədalət öz yerini tapır. Tam təbii ki, öz yerini tapa bilməz, adam illərlə işgəncə görüb. Bu ikinci bir hadisədir. Yəni, Fransanın özünün də belə bir hallarla üzləşməsi tarixdə olub. Təbii ki, bu birinci hadisə deyil, başqa hadisələr də var. İndi yenə də təkrarlayıram ki, ehtimal və məlumatlar da, təhlili bu məlumatların onu göstərir ki, Fransa Qafqazda hansısa açıq görünür artıq bu. Biri var, indi ehtimal eləyirsən, biri var, amma artıq indi məhkəmədə danışıqlar gedir. Məhkəmə görək qərarı nə olacaq? Məsələ yekun olaraq onu gözləməliyik. Çünki mən məhkəmə hüquqşünas olaraq məhkəmənin qanunu qüvvəyə minmiş, bu konstitusion normadır. Qanunu qüvvəyə minmiş hökm olmadan istəmirəm, yəni o hüquqşünas prinsiplərini pozun. Amma ehtimalən belə bir qərar da olacaq ki, adam açıq-aşkar bu şeyləri eləyir. Sonunu görəcəyik.
Demək, belə ehtimal olar ki, Fransanın Qafqazla bağlı müəyyən demək arzu olunmaz planları olub. Bu qədər Fransa ilə bağlı. Və casusluq fəaliyyətləri ilə bağlı və casusların ittiham olunması ilə bağlı hörmətli həmvətənlər və hörmətli media əməkdaşları, sadə bir vətəndaş olaraq, müəllim olaraq, keçmişdə təhlükəsizlik deyək sahəsində bir mütəxəssis olaraq çalışmış şəxs kimi üzümü tuturam sizə və xahiş edirəm bu məsələləri müzakirə edərkən konstitusion hüquq normalarını, etik ədalət prinsiplərini, əxlaq normalarını mümkün qədər qorusaq yaxşı olar. Birbaşa kimlərisə ittiham eləmək açıq şəkildə və biz bunu bilirik, bilmirik. Məsələn, kimsə xaricdə təhsil alıb, tutaq Moskvada oxuyub, kimsə İstanbulda oxuyub, kimsə Fransada oxuyub, kimsə Almaniyada oxuyub. Bizim minlərlə belə insanımız var, kadrlarımız var. Bunlar da bu günlərim Azərbaycan dövlətinə xidmət göstərirlər və hər hansı şəxsin də əməlində bu cür çalarlar olsa, mən şübhəm yoxdur ki, Azərbaycan Respublikasının da təhlükəsizlik qüvvələri, təhlükəsizlik orqanları, hüquq mühafizə orqanları bu hadisələrin qabağını vaxtında açacaqlar, alacaqlar, neytrallaşdıracaqlar belə dairələri. Bu qədər. İkinci məsələ, xüsusilə də gənclərə və tələbələrə üzümü tuturam və deyirəm ki, xaricdən Azərbaycan Respublikasına qarşı deyək, etik, əxlaqi davranış çərçivələrindən kənar yönləndirilən təhdidlərə diqqət yetirməyin, onları ciddiyə almayın. Mən də hesab edirəm ki, Azərbaycan dövləti də və digər dövlətlər də bu məsələdə bir ortaq məxrəcə gələcəklər zamanı gələndə. İndi sizlər gəncsiniz, heç zaman söyüşü, təhqiri, hər hansı qeyri-əxlaqi davranışları, hüquqa zidd davranışları siyasi mübarizə müstəvisinə gətirmək olmaz və siyasi mübarizə metodu kimi bu üsullardan istifadə etmək olmaz. Təbii, Machiavelli deyirdi ki, məqsəd vasitələrə bəraət qazandırır, amma Machiavelli mən əminəm sağ olsaydı, o istisna qoyardı ki, bu cür bütün qırmızı sərhədləri aşıb bu cür davranmaq olmaz. Burada bir istisna eləyərdi. Buna mən əminəm. Açıq, bu ictimai şuura çox negativ təsir göstərir. Mən sizi tam əmin eləyirəm. Təsəvvür edin, artıq tələbələr bu barədə müəllimlərə sual verirlər, auditoriyalarda. Və yenə də deyirəm, Azərbaycan dövlətinin maraqları hər şeydən üstün tutulmalıdır. Və bu dövlət maraqlarına kimsənin şübhəsi olmasın ki, bu cür davranışlar ziddir. Dövlət maraqlarına ziddir. Biz söyüşlə, təhqirlə, güya hansısa, deyək, indi kimdənsə intiqam alırıq. Kiməsə qarşı prinsipimiz var, bunu güya bu cür həll eləməyə çalışırıq. Məsələn, tutaq ki, elementar misal deyirəm, kimsə mənim xətrimə dəyib, mən gedirəm ona, deyək, görə başlayıram bütün, deyək, dövlət orqanlarına hədiyyələr yağdırmağa. Bu qəbul edilməzdir və bu bəzən artıq etiraf eləmək lazımdır ki, elə insanlar var ki, onlarla sivil çərçivədə danışmaq, deyək, onlarla dil tapmaq mümkündür. Ancaq elə insanlar var ki, məsələn, bu qırmızı xətləri tam keçirlər və burada da böyük problemlər yaranır. Mən təsəvvür edeyim, bu barədə heç çıxış eləməzdim, çünki mənim təbiətimə də son dərəcədə zidd olan bir şeydir. Kişi
Ümumiyyətlə insan indi təbii ki, qadınlar söyüşün içində olmur. Amma kişi ictimai yerdə söyüş söyməz. Yəni bu heç bir yerə sığmır. İndi gənc nəsillər, gənc insanlar, tələbələr bax bu cür radikal davranışların təsiri altına düşürlər. Ailələr son dərəcədə əziyyət çəkəcək bundan. Mən bizim gəncləri, onsuz da müasir gəncləri deyək, bir qədər ram eləmək çətindir. Bir qədər, çünki müasir gənclik bizə nisbətən, hətta bizim gəncliyə nisbətən daha egoist ruhda tərbiyə olunur. Daha heç bir deyək, çərçivə yoxdur, meyar yoxdur. Onlar belə böyüdülüblər, elə hesab eləyirəm ki, yəni bizə hər şey olar, biz hər şeydə üstünük. Valideynlərin indi canı sağ olsun. Biraz yoxluğu övladlara başa salmaq lazımdır. Olmazları öyrətmək lazımdır. Olanları onlar onsuz da özləri qazanacaqlar. Və bütün gənclərimizə də özümü tuturam təkrar bir müəllim olaraq və bu mənim xahişimdir. İndi özünüz bilərsiniz, biz ancaq belə müraciət edib xahişlərimizi çatdıra bilirik. Kənarda qalmaq da olmur. Söyüş, təhqir, böhtan, şər ki, bunu bizə qarşı deyirlər. Mən sadə bir müəllim olaraq, hətta mənə qarşı da bu cür metodlara, hətta auditoriyalarda buna yol verirlər. Amma mənim sizdən ricam, xahişim ondan ibarətdir ki, bir Nizami Gəncəvi, Nəimi, Nəsimi və başqa dahi mütəfəkkirlərin adları sadalamağa vaxt yoxdur. Davamçıları kimi mübarizə aparmaq istəyirsiniz, siyasi mübarizə aparmaq istəyirsiniz, özünüz bilərsiniz. Amma legal, hüquqi və əxlaqi çərçivələrdə lütfən heç zaman aşmayın. Qərar sizindir, hər birinizə uğurlar. Bəyənməyi və paylaşmağı unutmayın əziz dostlar. Sağlıqla qalın.